Aha, başlatdıq. Keçdik. Bir dəqiqə Figma'ya. Aha. Mən deyirəm ki, bu dizayna qayıdım. Bunu götürürəm, aparıram yuxarıya. Mən deyirəm ki, bu səhər yeməyidir. Daha doğrusu səhər yeməyi nə idi? Bu inputdur. Axtarış inputudur. Və mən bunun böyüməyini istəyirəm. Yəni, bu nə edirik? Daha uzanmağını istəyirəm aşağı. Necə? Yox, yəni hündürlüyünün artmağını istəyirəm. Aha, indi nə edəcəyik? Bunun hündürlüyünü, məsələn, bu qədər qaldırırıq, daha doğrusu artırırıq. Bunun daxilində səhər yeməyi var, elə deyil. Bu səhər yeməyini ləğv eləyəcəyik burada. Gətiririk, daha doğrusu Ctrl-Z eləyək. Gəlin bunun yerini dəyişək. Bu avto-layout deyil. Avto-layout. Bu ikisi bir yerdədir. Gəlin onda bunların arasındakı məsafəni artıraq. Yaxınlaşdıraq. Seçil də. Nə bilmişdim. Öldünüz mü, gömdünüz mü? Aha. Buralar məsafəni tam belirlədik. İndi bunu qaldıraq yuxarı. 2 dəfə bunun üzərinə kliklədim. Məsafəni yaydı. Ən üstə qaldırıram. Aha. İndi mən burada sözlərin sayını artırmalıyam. Görəyəm. Bu düşmədi bunun üçün. Mən də bunu gətirək yataq bunun üçün. Bu komponentli deyə düşmürsün. İndi necə eləyək? Gəlin sıfırdan yaradaq. Gərək ikisini deyiləyim, sonra təzən komponent eləyim. Sən də. Bəli. Məsələn, biz frontenddə iş görəndə, sonra bir dənə whiteboard oldu. Onun prototipini göstərsək bəs eləyər, bir dənəsini göstərsək bəs eləyər, yoxsa bütün xatlarda hamısı? Yox, birini göstərsən bəs eləyir. O zaman gərək belə eləyim. Yox, bu yazının içine atmalıyam. Bunu belə eləyək. Aradakı məsafəni azaldaq. İndi bunları komponent eləməliyəm. Yox, daha doğrusu komponent set eləməliyəm. Bunda adam 195 eləyim. Presini azaltmayacağım. Frame 1 eləyirəm. Bunda frame 1 eləyəcəm.
Prototype keçirəm. Gəlirəm bura. Prototype-ımı verdim. On click change to. Bunu edirəm Smart Animate. Belə. Bunun kopyasını çıxarım. Bunu da mərkəzə align edeyim. Yoxlayaq. Erə basıram. Belə. Bu son save yatdıq. Bir dənə loading keçsin. Videoyu da prost. Videoyu da öyle böyle. iTunes'te şey paylaşmışlar. Router'ları yeniləyirlər. LAN kabelləri falan çəkirlər. Erə basaq. Gəldi bura. Aha. Bunun bir dənə bura sürüşmə olmasa əla olardı. Belə yumuşaq keçidlər mənə də xoşuma gəlir. Belə klikləyirsiniz. Input uzanır. Bu da belə seçimlər edirsən. Prosta biz başdan yığmamışdıq deyə burada şeyi ata bilmədim. Search butonunu ata bilmədim onun içinə. Erə basıram. Klikləyirəm. Belə uzanır. Belə burada da nə qədər seçim qoya bilərsən. Lap uzun da eləyə bilərsən. Baxırsan da neçə dənə təklif vermirsən. 4-5 dənə təklif yaxşıdır. Yəni çox baş qarışdırmaya ehtiyac yoxdur. Sonra biz onun İsmailin dərsində dedi, bunu elədim. Dil seçimini səndən gözləyirəm. Səbətdə klikləyəndə silinməyini səndən gözləyirəm. Bunu yığa biləcəksiniz. 1, 2, 3, 4, 5-i artırmağı bilirsiniz. Plusa basanda artsın. Göstərək. İndi biz buradan 2, 3, 4, 5-i tapaq. Demək olar ki, dəyişən hər bir şeyi komponent edək. Olsun olacaq. Nəyi? Nəyə başa düşmədim? After delay verirsən, Smart Animate verirsən komponent setdə. Bəli, güzel. Aysa. Prototype verirsən. Aysa. Mənfi ilə də geriyə verirsən. İndi onu göstərək. Mən tapa bilmirəm o səhifəni. Hardadır bu? Belə, niyə uzatmırsan ki? Gedək. Budur. Burada plus minus, tapdım. Çox balacadır. Təcrübə proqramı zaddır. Nədir? Bizdən tem 6 hazıra qalsa tem 10-da gelir. Aha. Biz nə edirik? Bu 1-dir, bu 2-dir, bunu 2 eləyirəm. Bu 2-dir. Bu 3-dür, bu 4-dür. 4 dənə bəs edir, çox yorum yox. 4. Amma artıq proqramçı eləyəcək. Siz bir dənə nümunə göstərin ki, bu belə işləyir. İndi bunu komponent... Yəni, biz də özümüzü göstərək də. Bu avtoliat eləmişdi, elə kopyaladım, götürdüm. İçində klasat komponent deyək, yox. Yox, hərfdir məncə. O necə prototype edək? Plus. Yox, plusu düzdür, gərək şey eləyək. İkon kimi qoysaydıq. Gəlin, onda belə göstərim də. Təsəvvür eləyək ki, bu plus. Təsəvvür eləyək ki, bu plus komponentdir. Klikləyirik buna. On click, change to Smart Animate. Bunları seçdik. Sonra tutalım ki, 2-dən gəldi. Məsəl üçün, kliklədik buna. Necə? Rekord gedir. On click. Burada kliklədik. Aha. Belə. İndi buradan da klikləyirik arxaya qayıtmaq üçün. Tutalım ki, minusa klikləyirik. Aha. Gəlin bunu atıram bura. Hayda prototype demək. Dizayna qayıtmaq lazımdır.
Açıkmaya da basanda direkt dersinde. Açsa o. Onun fikirləşməliydi, o bildi. Prosta onun fikirləşməli bizdə şeydir. Bu plus minus şey o komponent olsaydı promoy verə bilərdik. Əslində komponent də olmasa, avtorial da eləsəydi, ayrı-ayrı olsaydı əgər bir text box'un içində olmasaydı verə bilərdik. İndi plusa klikləyəndə baxın bu olacaq 2, 3, məsələn 4, məsələn gəlirik mənfiyə klikləyəndə basırıq buradan 3 olur. Satın cəza almazdım. Yoxdur, yəni 4-ə 3-dən o tərəfə yoxdur. Sən zibil kutusuna basanda. Aha. Zibil kutusuna basanda nə edirik? Bax, gəlirik bu var ya, bunlar. Bunların kopyasını çıxarım. O göstərəcəm də. Bunlar desən ayrı-ayrıdır, hə? Gəlin bunları birinci seçək. Olar. Olar. Məsələn, bunu gəlin sizin üçün qrup edirəm, hətta komponent eləmirəm. Sonra gəlirəm buradan, bunu seçirəm. Bunların hamısını, bunu da qrup edirəm. Ctrl-C edirəm. Gətirirəm bu ikisini seçirəm. Gətirdim, atdım bunu çölə. Aha. Sonra nə edeyim? Bunları qrup edeyim. Ctrl-C. Aha. Kopyasını çıxarıram. Gətirdim, qoydum bura. Bunları komponent set eləyəcəm. Birinci align edeyim bunları mərkəzdən. Oldu align. İndi bunu komponent set eləyirəm. Set elədim. Aha. Mən istəyirəm ki, mən bu zibil qabına klikləyəndə gəlin bunu silməliyik daha doğrusu. Aha, bunu silirəm. Mən buna zibil qabına klikləyəndə bu silinsin. Nə edirəm? Gəlirəm bura. Prototype-a keçirəm. Prototype-dan bir dənə ox gətirirəm bura. Aha. Özü avtomatik verir. On click, change to group 7 falan. İndi bunun kopyasını çıxarıram. Gətirdim bura. Dizayna qayıdım. Aha. Bunu tutdum. Gətirirəm bura. Atdım bu hissəyə. Aha. İndi səbəti şey edeyim. Aha. Mən zibil qabına klikləyəcəm. Bax. Kliklədim, silindi. Okeydir. Hə, orada biz Smart Animate seçmişik. Hə, ekran yerə görə. Bilmirəm, ekranı nəsə qurcalayıblar. Buradakı araların, o daha sönmə var. O sönməni aradan qaldırmaq üçün, dissolve-u aradan qaldırmaq üçün oxun üzərinə klikləyirik. Burada Smart Animate əvəzinə bunu eləyək Instant. Birbaşa keçid eləsin. R-ə basıram, səbətə klikləyəcəm. Səbətə klikləyim. Gəldik bura. Mən buna klikləyirəm. Hop, silindi. Aydındır. Hələ çətin deyil. Bir dənə bir şey soruşum. Məsələn, siz orada mənfi ilə müsbət yazıb altına yazıyorsunuz. Bax, hərflə də eləyə bilərsən, problem deyil. Amma Səmaya burada plusla minusu bir yerdə yazmışdı. Bax, bir text box'un içindədir. Sən plusu ayrı text box'da, sonra təzədən T-ni basıb, biri ayrı yazsaydın, sonra çıxıb təzədən T-ni basıb, yəni üçünü ayrı-ayrı text box'ların içində olsa, orada prototype verə bilərsən. İstəsən, ikon kimi də götürüb plus minusu prototype verə bilərsən. Yəni, vecbi bu ayrı-ayrı olsun. Hansı yolla olursa olsun, bunlar bir text box'un içində yazılmasın. Ayrı-ayrı yazılsın. Siz olsanız ən çox necə Yox, plus minusla. Nəyə görə? Zaten plus minusu ikon kimi istifadə etməyə ehtiyac yoxdur. Yox. Yəni, belə deyim də, sən ölçünü versən, qalınlığı versən, özü orada işləyəcək. Hətta çoxsu nə edir? Plus minustansa klikləyirsən, biz search-da necə elədiyi açılan panel. Onun üçün birə klikləyəndə açılır oradan, sən orada seçim verirsən. Baxın, o plus minusun, siz bunu dayandırın və söhbət edəcəm. Gedirmiş? İndi gedir, indi gedir.
Bu var idi videonun içində. Bir dənə əvvələ qaytarıb o videonu baxa bilərsən. Aha, gəldi rezervasiyaya. Aha. Resmen tamamlayan basın sonrasında kesin. Bunun kopyasını çıxartdım, gətirdim, atdım bura. Sən əgər bu tip kitlə, yəni komponent variantla işləsəydin, sən ehtiyacın olmayacaqdı bir də yaratmaq. Buradan klikləyib variant 2-3 seçə bilərdin. Bunların adını variant 2-3 əvəzinə qoyursan burada, nə bilim bunu hover eləyirsən, gəl bunu sənin üçün 1 dəqiqə eləyək. Bu olsun məsəl üçün hover variantı. Bura bir dənə fill verək. Atacam bir dənə rəng atacam, qaradan falan, bu rəngdən falan bir şey. Bu rəng də yaxşı, qoy qalsın belə. Aha, qırmızı yox. Bu variant məsəl üçün. Sən əgər işləsəydin komponent variantına, buradan klikləyirik, bax burada variant 2 var. Demək, burada adı variant 2 qalıb, üstündə dəyişməlisən. Variant 2-yə klikləyəndə, rəngi dəyişdi bunun, dəyişdi deyəsən. Rəngi dəyişdi. Bunu klikləyirəm, bunu variant 3-ə çevirə bilərəm. Məsələn, olsun, bu default variant. Klikləyirəm, var içindəki rəng gitdi. Sən komponent variantla işləsəydin, sənin üçün çox asan olur. Bir dənə butonu atırsan, nəyin dəyişmək istərsən, buradan başlasın dəyişməyə. Tamamlaya basıram, tamamla olur. Onu deyirsən. Yəni, bunun dəyişim, loading keçsin. Tamamlaya basıram. Burada nə gəlib bizə? Elə bir çox qəribə yerə gəlib, çox yuxarı gəlib. Biraz ortaya gəlməlidir. Onda bir dənə sual verim. Bu qədər boşluq buraxmanın səbəbi nədir? Sağda, solda, üstdə, altda falan. 4 dəqiqə əvvəl o idi. Onu birazdan balaca eləmək istəyirəm. Amma ölçüsü nə qədər olmalıdır, onu bilmədim. Yazılarını böyüdüm, yoxsa özünü balacalaşdırdım? Yox, yəni buradakı kvadrat var, yəni arkasında background verdiyin kvadrat balacalaşdır da. Kənarda məsəl üçün sağdan, soldan, üstdən, aşağıdan məsəl üçün 16, 18, 16, 24 falan məsafə verir, 18 məsafə verir, 20 məsafə verir. İndi ləğv hissəsinə basabilirsiniz. Bir də o ləğv hissəsinə rəngi yaxşıdır, yox deyilməli. Çünki çox qırmızı eləmək istəmədim. Eləyə bilərsən, qırmızı daxilində ağ yazı ilə eləyə bilərsən. Ləğv etə kliklədim, rezervasiyonu ləğv etmək istəyirəm. Xeyr, niyə belədir? Bunun içini ağ elə də, niyə bu rəng eləmsən? Bizə çox yapışıb, biraz məsafə ver butonlara bax. Bəliyə basıram, rezervasiya ləğv edildi, sonra... Yaxşıdırmı, yoxsa biraz daha... Bu, niyə belə üst-üstə belə pəncərə açıldı, arxa zat qaraldı? Bunu swap overlay ilə niyə eləməmsən? Hamısını open overlay, swap overlay. Ona da baxmamısan. Niyə baxmamısan? Bir saatlıq videomu Mən yazığı neyini? Mən deyirəm ki, gedim atım sizə. Siz deyirsiniz, yox, dərsdən rekord edin də. O uzanır. Gedirəm evdə, bir dənə siyasi list çıxarıram, bunları danışacağım. Məsələn, maksimum 20 dəqiqə hamısını danışıram. Burada məsələn, Gülzar sual verəndə necə? Yox, yəni ən məntiqlisi odur ki, sizə necə? Sizə təbii olaraq sizin sualınız yaranır orada. Məsələn, mən nə demişdim dərsə başında? Dedim ki, bir dənə test prototip keçim, amma Gülzarın sualı var deyə mən deyəmərəm ki, Gülzar dayan, evdə atacam, baxarsan. O olanmaz. O ki, sual versə, mən məcbur onu cavablamalıyam. Və bu təbii haldır ki, mən dərs içində sual yaranacaq. Yəni, o da ki, saat uzana bilər, 1 saat, 1 saat. Hələ nə mən ən yaxşı variantı dayandırıram, söhbət eləyəcəmsə və nəsə sual cavablayacamsa, davam eləyəndə təzən rekordu başladıram. Qabağa məsələn, ayda müəllim nə qədər danışır falan, belə. Bir görün, nəsə vacib bir şey itdi ortada da, o olur. Çalışıram ki, bölüm videoları, o da alınmır, bölənmirəm. Timeline qoymaq istəyirəm ki, məsələn, burada ilk 10 dəqiqə budur. De. Ya o 15 dəqiqə video mən nə? Yəni mən bunu dayandırım. Hə, mən nə edirəm? Artıq
Sıxıcı olur zaten. Saatine ki bakmamışım. Ben 20 dəqiqə böyle O boyda əziyyət çəkirəm mən. Kanka bir şey olur öyle bir şey kurs. Ben derste o kadar. Elə bir şey olur. Ben derste o kadar şişirdim. O dersi olur ki. O ehtiyaç kalmış. Şeydir. Neydi onun adı? Nəsə deyirəm. Hə. Swap overlay-ni eləyirsən. Artıq dostlar bıçaq silməyə dirənir. Artıq bizcə webi bitiririk. Bizim lap geriyə qayıtma ehtimalımız yoxdur. Məsələn, mən sənə deyəndə ki, swap overlay-ni elə və ya komponent set elə, bunun variant formasında default hover variantını elə. Sadəcə getməsə mən o videoları atmışam. Profilimdə də, YouTube profilimdə də açıqdır bütün videolar. Yəni sən bir hansısa bir video klikləyib profilimə girsən, orada bütün videoları görəcəksən. Çünki ora qayıdıb başlamasan onu təkrar eləməyə. Çünki mən geri qayıtsam biz 11-də falan çıxacaq, 12-də çıxacaq bundan. Və bunu swap overlay eləyəcəksən. Yaxşı? Benim eşime bakabilirim. Baxa bilər. Sadece saçlarım onun bir şey lazım çekisi. Cidden bir saat inim diye böyle gözle bakmışım. Mən oldum günahkar. Yok sizin için zamanlarında ne düşünüyorum? Böldüyüm zamanlara açıqlama hissəsində vaxtları qoymuşam, ayırmışam. Normalde videoda da görünmez. Öz videoda görünmür, YouTube'a yazacağam. Gözüm mən bu YouTuber adamam. 20 izləyicim var. Herkes sizin təzədən aldı. Yox, illərdir mən uşaqlıqdan. Orada təsdiqlənməyib. təsdiqləmişəm. Mən hər şey, kanalım premiumdur, təsdiqlidir, hər şey var. Niye olmuş siz bulundur? Bilmirəm. Ola bilər sən gamersan deyə sən şərait yaradırlar. Məndə yoxdur. Ben böyle bir şey diyor. Bir de özür dilerim. Biz hadi bu isteği geçin. Aha, bəli. Mən indi hara keçməliyəm? Ləğv oldu, yəni saytdan. Sən bizimlə deyilsən. Bunu bir menüyə at, əsas səhifəyə at, geriyə at, harasa bir yerə at. Və bu niyə üst-üstə belə qabağa vurur? Hə, swap overlay-ni eləməsən, swap overlay. Nice. Hər dəfə klikləsə bu kənara basıb bağlanır. Sonra sualı ver. Biz onu dedim bir de şey, mesela profil sitesine bir de dizayn sitesine kaydım. Aha, gəldik. Biraz fazla sürebiliriz. Profil 2 sitesine farklı. Hə. Mesela orada profil değilim ve profil Nəyi? Hə. Biraz daha geriye. Aha. Profil 2-yə gedim mən, hara gedim? Yok, gitmiyorum. Profil 2'nin üstüne profil değilim. Bir de profil değilim. Yanlış yazılar yani. Aha, olarsa. Aha. Onu düzeltmişler. Aha. Sadece mesela ben onu demek istedim. Mesela bu yanlış yazılsa buna kesmezdi de. Ben onu düzelttim. Bu yazılsa da profil 2'ye kesmezdi. Hə, yox, bax biz mən bunu prezent edeyim, yoldaşlar da görsün. Bax biz bunun dizaynını veririk. Zaten sən buradan klikləyəndə harasa keçmə məcburiyyəti, yəni yanlışa keçmə məcburiyyəti yoxdur. Sən onun yanlış dizayn variantını qoyursan, backend orada işləyir. Deyir ki, yəni sən burada bu e-maili və ya səhv e-mail yazsan, bazada olan e-maildən fərqli olaraq bir e-mail yazsan, bu dizaynı çıxar onun qabağına. O orada, nə bilim, kompüterin beynini işləyir onu. Sən burada keçid eləmə məcburiyyətindəsən, o... Aha. Bax, burada soldurmalısan, biraz kiçiltməlisən yazılarını. Və inputları daxildə eləsən daha yaxşı olar. Üzərində daha doğrusu, labellar, başlıqları üzərində eləsən daha yaxşı olar. Onun saytı nə üçün nədir göstərmişdim mən. Bu nida var, nida bunun daxilinə düşsə daha yaxşı olar. Bura. Və ya bura düşsə daha yaxşı olar. Mesela bu ad soyad sitesini o saytın üstünde demek istiyorum. Aha. Ama onun niteliği bunu bilmem. Yazını qaldırsan yuxarıda. Sırf xəttin üstünde. Xət kəsilsin deyirsən. Bu aslında 2 dənə variantı var. Bir dənə qaldıram. Yazım bir dənə yazım götürə bilmirik. T'yə basaq.
Bir dənə bunun stroke'una bir dənə nəzər yetirək. Bunu sıfır eləsək, bu buradan itəcək. Prosta bu kölgə kimi qalacaq bunu. Yəni düşünə. Inputun daxili boş olsaydı, T'yə basıb, yazırıq alt soyad. Bunu Shift A ilə avtoliat edirəm, bunun arxasına rəng verirəm. Əgər inputun rəngini gözlə, dəyişim. Əgər belə olsa idi. Bunun da fill verirəm. Gəlirəm bura belə. İndi bunu yazını kiçildirəm. Bunu edirəm, məsəl üçün 16. Yazını gətirirəm, belə yerləşdirirəm bura. Frame'in daxilindən çıxmaz. Məsələn, gətirib belə eləyə bilərəm. Bir də bunların məsafəsini azaldım. Sıfır edeyim burada paddingləri. İndirim aşağı. Background'undan eyni olsaydı, bu tip eləmək olardı. Belə. Bir dənə arxaya qayıdım. Bu tip eləmək olardı, əgər background'undan inputun daxili eyni olsaydı. Amma bizdə fərqlidir deyə. Məsələn, eyniləşdirsən. Eyniləşdirəndə pis görünəcək. Bunu necə eləmək olar? Üstdən corner radyosu silir. Bu üstün iminli bu hissəsini silmək istəyirik. Bax, burada necə eləmişik? Bu hissəni silmək istəyirik. Bu hissəni. Bu avtoliatın stroke'udur deyə, onu fiqurda necə klikləyib silirik, o tip eləmək olmur. Bunu necə? Və elədim, bunu eləmişəm. Bunu eləmişəm. Avtoliat ilə fill vermişəm. Amma bunun inputun daxili fərqlidir. Fərqlidir. Background'u fərqlidir. Bir də bunun inputun daxili fərqlidir. Necə eləyə bilər? Biraz əziyyət verib, bir dənə də rectangle atıb bunun daxilinə belə eləmək olar. Maksimum. Bir dənə də gəl rectangle verək. Bunun daxilinin rəngini dəyişək. İyə basıram. Gəlirəm buradan bu rəngi seçirəm. Yox, niyə kopyasını çıxarıram ki? Bir dənə rectangle yaradacam buradan. Ən qondarma variantda belə eləyə bilərik. Bu onun üzərinə düşəcək dəqiqə. Belə bir şey eləyə bilərik. Ən pis variantda bunu eləyə bilərik. O da ki, yazı qalacaq, yazının arxasında atanda yenə itəcək. Belə, ya da ki, proqramçıya deyəcəksən ki, qardaş, mənim label'ım yuxarıda olacaq, başlığım. Belə eləyə bilərsən. Fill verəndə çünki alınmır. Amma proqramçıdan xahiş eləsən, proqramçı sənin üçün eləyəcək. Sonra, bağlayayım restoranı. Var sualın? Rent-a-car, dashboard. Papaq kim? Hüseyndəydi, papaq. Nə oldu? Prototip var da, ümid edirəm. Olar da bir dənə demək eləməzsən.
Hər şey rekordu dayandıraq. Başladıq dostlar. Başlayır. Hə. Aha. Gözlər xanımın sualı belə idi. Sual səslənir. Mən tutalım ki, buradan sign up-a klikləyirəm və sign up-dan continue eləyəndə bu ekran niyə qaralır? Gəlirik biz dizayn fayla bunu tam aydın bilmək üçün. Və buradan prototype açırıq. Baxın, burada home-dan göndərib yəqin ki. Aha. Baxın, burada home-da sign up butonundan bir dənə prototype gəlir, davam eləyir, burada düşür, bura. Aha. Bu olur on click open overlay. Bu nədir? Open overlay yəni üzərində açılsın. Sən continue edirsənsə, bax, indi continue'dan da baxacaq prototype'a. Continue'dan da hara vermirsən? Hə, bura vermirsən. Və burada on click və 100% navigate to vermirsən, bax. Klikləyirik, bax, navigate to. Navigate to ancaq desktoplar arasında verilir. Əgər belə bir panellər varsa, pop-updırsa, ekran çıxırsa, sən pop-updan pop-up'a vermirsən. Birinci sən verdiyin prototype nə idi? Open overlay. Sən open overlay'dən bura keçəcəksənsə, swap overlay. Swap nədir? Yəni bunu dəyiş. Gəl indi bunu eləyək swap overlay. Swap overlay. Yəni overlay swap elə öz aralarında dəyiş. İndi gəlirik biz təzədən bura. Geriyə verək. Sign up elədik. Continue eləyirəm. Bir dəqiqə. Biz o fərqli prototype dəyişdirəcəyik. Bu o deyil. Okey. Bir dəqiqə. Haraydı ora? Bura gələn idi deyəsən. Hə, bunu dəyişməliyik biz. Burada da navigate to'dur. Bunu da eləyirik swap overlay. Aha. İndi dəyişirik geriyə. Dön. Sign up elədik. İndi continue eləyirik bax. Swap overlay oldu. Yəni overlay swap oldu, yəni dəyişdi. Kənara klikləndə də bağlandı. Sonra mən buradan davam edeyim. Başqa ürək falan rəngilənib beləmir. Elə bilirsən, yoxsa göstərim? Bilirsən də, stroke'dur, bir dənə fill variantını çıxarıb component set, öz aralarında prototype. Rezervet eləyəndə, burada klikləyəndə nəsə dəyişmək falan. Normalda necə eləyib? Biraz da soldura bilərik. Biraz soldura bilərik maksimum. Ya da stroke falan gələ bilər üzərinə gətirəndə. Bu tip. Sonra, nə? De. Aha. Onu keçməmişik, yox. Keçəcəyik. Keçək. İndi yox da. Gələndə keçək. Mən bir dənə yazarsınız da nə lazım idi? Effektlər. Sonra. Bir dəqiqə, effektlər keçmişik axı. Keçmişik effektləri. Hə, üstündən dedim də, class effekt falan göstərmişdim orada, yadımdadır. Tamam. Effektlər qalıb. Bir dənə nəsə demişdik. Behance effektlər, sonra. Sağ olun. Toggle var, onu indi göstərəcəm. O çox asaddır. Dəhşət asaddır. Səndə var, toggle var. Onun üstünə eləyərik. Sonra, baxım səndən nə görmək istəyərdim. Başqa yoxdur. Görürəm ki, çox bir şey yoxdur. Məsələn, AZ-ni görmək istəyərdim. Burada səmayədəki kimi bu açılır panel. Onu görmək istəyərdim. Yaxşı, olmaz onda. O həqiqətən istifadəçini alış-verişə çox tetikləyir. Çox qəşəng şeydir. O məsələn, ən son axtardıqları kimi gəlsin, yoxsa sənə önəri kimi gəlsin? Önəri kimi. Ən çox axtarılanları önərir sənə ki, məşhurlar, ən çox trenddə olanlar falan, belə də maraqlı çəkir. Bəzi brendlər satılmayan məhsullarını orada önərir, amma ən çox satılanlar olsa daha yaxşı. Orada heç bir şey yoxdur, prototypımız.
Məsələn, buna rezerv etə basanda heç yerə O at. birincidə eləmiş. Hani ona görə soruşurdu. Şimdi neydi? Rezerv etdik. Rezerv etə basanda işte da o bir şey gelmiyor. Ama kalite bulmalı aslında. Həqiqətən bunu başa düşmürsənsə çox öz böyle şeydir. Yəni elə insanlar var ki, dizaynerlər var ki, flow qurmadan dili yığıram da. O flow'unu qursan, o xəritə sən demişdə, xəritəni qursan ki, ardıcılı necə olacaq? Sənin işin çox asan olacaq. Hər istəyən yaz, sən 50 bin içində yaz, amma yaz. De. Burada çox bir şey anlamışam. Bir dənə lopa baxa bilərik. Sadəcə o görüntüsünə baxın. L-O-O-P. Onun içində də ikinci şey. Tamam. L-O-O-P. Dəqiqə. Səmlan. Üstündən çox düşündüm. Necə qoyuyorum. Nümunə də gətirəm. Elə bir nümunəni inanıram. Şanslı dizayner. Bu şanslıydı. Log dashboard. Bu ne aldı? Yok sen değil bu. Bu kimse bu desin günah ama ağıdı. Dizayn yoktu. Boş fayda atıp desin. Kimindi bu? Olabilir. Loop. Belki gelmeyip. Adını indi yazarsın bir dənə. Untitled nəsə gəlmişdi. Kimsə indi qoşulub versə. Kim idi özünə elə verdi? Kim idi bu qoşulan? Hüseyin Əsgərdən qoşuldu dostlar. Hüseyin Əsgər dediyini internetdə problem. Hüseyin sən tərifində deyilsən. Tamam müəllim. Komandirdən almışsan telefonu. Yo, sabah gedirəm. Hə, sabah gedirsən. Otursan, sabah gedir, bu adam sabah təlimə gedir. Yenə də yüksək dərsi ləngitmir. Sabah tez durarsan, sən sıra baxışı var. Ben dedim ha. Demişsiniz onu kamerayla yazmış olmak istedim. Adı yazması Stefan. Hə. Xanım üçün mən xanıma demişəm yazarsan. İnternetdə Azərbaycanın ən güclü internet xahiş edirəm. Budur. Bu resto. Bizə şey internetdə o vaxt bir şey yazıda düşər. Telefon kodu ilə, telefon nömrəsinə qoşulur. Yəni tab B səsi gəlirdi. Ondan da bizə. O sən bilməsən. Tab B1-in orada səsi var idi. O oldular bilir. İnternet səsi deyil. Necə qorxmuşdum ona baxanda. Oliver Reed. Niyə qızdı bəs bu? Aha. Reed. Oliver oğlan deyil. Tamam, yaxşı. Oliver Ciro. Şeydir, başladı. Burada klikləmə heç yox, sadəcə baxırıq. Prostab yoxdur. Aha. Table management. Order. Stasyon. Inventory. Staff. Kamera. Settings. Belə aşağıda yuxarı sallanan kamera var ya, olmalı. Mühafizə kamerasıdır bu. Mühafizə kamerası. Kamera, bax da, kamera şurası lensidir. Skuterdir. Deməli, bu ikonlarında səhvlik var. Anlaşılır deyil. Ha, burada görün 2 dəqiqə testing elədik. Sonra enerji aşağı bir dəqiqə. Dollara görə bizim böyümə müqayisəmiz. Günlərdir. Bu Himalay dağlarıdır. Bu bizim daxil olan məbləğimizdir. Bu da bizdən çıxan məbləğdir, xərclərimiz. Nəyə xərcləmişik biz? Mesela ala bilər də restoran. Table management. Bir dəqiqə. İndi burada teras 10 dənə masa var, 7'si boşdur.
30% tutulub zəbt olunub. Okupasiyada zəbt eləməkdir. 30% zəbt olunub. 30% işğal altındadır. Status low, yəni terasımız yaxşı işləmir. Bar zonası middir, yəni ortada. 3 dənəsi boşdur. Alayımız burada biraz qaçıb elədir. O tutuştura bilmədim. Onu da necə eləmək olar məsələn? Shift R-ə basdan xəttkeşi endirdin. Yuxarıdan. Göstəreyim. Bax, Shift R var. Basıram Shift-lə R-ə basıram. Buradan gətirirəm. Bax, buradan endirirəm xətti. Nə ilə müqayisə eləmək istəyirsən endirirsən, baxırsan bir-bir. Yaxşı. Bax, indi tutalım ki, mən bu ikonları, yazıları falan əlayn eləmək istəyirəmsə, məsələn, bu yazı var ya, bu aşağıda. Bunu əlayn eləmək istəyirəmsə, mərkəzdən gətirirəm, baxıram, hansı mərkəzdə. Məsələn, last month'un desən mərkəzində deyil. Mərkəzində deyil. Bir piksel qalxa bilər. Mərkəzində deyil, məsələn. Və elə xəttkeşə indirib baxa bilərsən. Sonra private room'umuz fulldur, 100%. 4 dənə stolumuz var zaten. Kabinet. 4 dənə stol var, hamısı da doludur. Main hall'da low aşağıdır. Nəsə batırıb. Employee activity. Şef nə iş görür? Şef iş eləmir. Şef xurma ilə çay içir. Şef yoxdur. Bu bizim waitress. Bu nədir? Bu qeydiyyatçımızdır. İşdən ayrılıb. İşdə deyil. Yoxdur işdə yəni. Çıxıb gedir. Kassiyerimiz yerindədir, aktivdir. Buradan o bir səhifədən full görə bilərik. Recent orders, son satışlarımız. Bu ləğv olub klasik burgerimiz. Cheeseburger. Siz nə xəncərə gedək də, indi yadıma düşdü. Bax, deyirsən xəncərə gedək. 8 noyabr qələbə günündə xahiş edilir. 8 noyabr qələbə günü. Baş yemin al, sağdan bir qalma. Sonra keçdik belə. Bu da yazılır rekorda. Kamera monitoring, view detail. Boz eləməliydim, biraz boza yaxın. Bunu qəşəng ətraflı işləmsən ha. Düzü buralar yoxdur. Bunu qəşəng işləmsən. Vizual olaraq içinə bəyəndim. O heç, yəni əlayn məsafə söhbətləri biraz hə. Nə? Düşdüm. O order types-ı balaca elədim, kamera. Yəni ölçüləri tutuşturmaya gəlmişəm. Bodoslama davamında da dizayna. 24 niyə qoymursan ki? Standart 24, 24, 24. 24 və üzəri qoy. Məsələn, kamera hissəsi daha geniş olmalı. Necə geniş? Daha geniş eləmişəm. Asimetrən deyirsən, yuxarıdan... Kamera monitoringi, məsələn, o hissəsi, frame-i daha yekədir. Digərləri balaca qalır yanında. Biri böyük, biri balaca qalır. Ona görə qabaqcadan bölməli. Sən deyirsən ki, bu order types-ın frame-i balacadır. Bu böyüdür. Digərlərində 2 sabunun üstündən əlləşmişəm ki, ikisi biri balaca olur, biri böyük olur. Gəba belə bir şey. Belə bir şey eləyək. Bu order types-ı bunun aşağısına endirirsən və bundan eynilik də eləyirsən. Bunu da gətirirsən və bunu biraz qısaldırsan və nə edirsən? Bura bir dənə ox işarəsi qoyursan. Ox işarəsi qoyanda, məsələn, bura qədər görünür də, elə deyil. Ox işarəsi qoyanda sağa doğru sürüşür. Bunları da görürsən. Bir də view detail-ə basanda elə də olur. Yəni bu panel bununla eyni endə olur. Bu panel də bununla eyni endə biraz ardıcıl davam edir. Dashboardda belə hamısı bir ölçüdə olmalıdır. Yox, ehtiyac yoxdur. Bento dizayn deyirlər, görmüsünüz. Bento dizayn göstərim sizə. Görsəllər. Baxın, bu tip bento dizayn. Yəni, bu tip ola bilər, problem yoxdur. Əksər olsa belə olur. Yəni, bir frame böyük, bir frame balaca. Bento.
Biraz sıxıntılı deyəlim. O belə bento dizaynı olur çoxsu. Keçdik belə. Bağlayıram, var sualın. Lupu bağladıq. Yüksəyə qaydırırıq. Mən məsələn tekst yazıram. Teksti shift-a eləyirsən, Avtor onu yaptım. batına çevirirsən. Aha. Amma məsələn tekstlə icon seçib shift-a eləyəndə Aha. o məsafə vermir. Necə məsafə Elə verir? bir ki, daha onu məsələn fil eləyəndə daha ensiz olur da. Ona bir də shift-a eləməliyəm. Yo. Məsafəni özün artır da. Hə. Bir də sağdan soldan şeyləri ver. Paddingləri ver. Bu səndə idi. Gedə bilərsən. Tamam, yaxşı. Başa düşürük. Qalx komandasından da tez qalxırsan, sən. Əskər 7-də oyanır. Sən necə 6-da işdə olursan? 6'da işte olmalıyım çünkü belli bir yerde kesinlikle yazdılar. Değil mi? Detalı verməsən. Allah necə durub gələ bilər də ora. Bu dayandıraq biz.